Salam əziz izləyicilər. Bugün sizlərlə çox ləzzətli pomidor salatının reseptini bölüşəcəyəm. 4 ədəd orta boy sulu pomidoru dilimlərə bölürük. Sonra bir ədəd qabığı soyulmuş qırmızı soğanı yarım halqalara bölüb pomidorun üzərinə əlavə edirik. Sosu için isə bir qaba yarım dəstə reyhanı doğrayıb əlavə edəcəyik. Reyhanın üzərinə 5 yemək qaşığı zeytun yağı, 1 diş sarımsaq, 2 çay qaşığı zoğal turşusu, 1 çay qaşığı nar turşusu, yarım çay qaşığı şəkər tozu, yarım çay qaşığı duz, 1 çay qaşığı sumaq əlavə edib qarışdırırıq. Hazırladığımız sosu pomidorun üzərinə əlavə edirik. Əlavə edib yaxşıca qarışdırırıq. Artıq pomidor salatımız hazırdır. Çox ləzzətlidir. Əminəm ki, hazırlasaz sizlər də bəyənəcəksiniz. Bugünlük də bu qədər əziz izləyicilərim. Sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşənə qədər. Hələlik.